Motosiklet və moped tipli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələrin statistikası açıqlanıb. Məlum olub ki, bu ilin 9 ay ərzində sözü gedən iki təkərli nəqliyyat vasitələri tərəfindən 32 yol nəqliyyat hadisəsi törədilib. 32 yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər həyatını itirmiş, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir. Ümumiyyətlə, bu nəqliyyat vasitələrini idarə etmək yüksək peşəkarlıq tələb edir. Çünki illərlə avtomobil sahibi olanlar və ya özünü təcrübəli sürücü hesab edənlər də moped ya da motosiklet sürən zaman müəyyən çətinliklər yaşaya bilir. Diqqət ediləsə, əsas məqam isə ondan ibarətdir ki, moped və motosiklet texniki cəhətdən saz olmalıdır. Bu da ciddi təhlükələrdən sürücüləri yayındırır. Bir dəqiqə öncə. Ona problem olmadı. Bir daha baxın, zəhmət olmasın. Buna problem olmadı. Yo, mənə problem deyil. Yo. Əslində təhlükəli döngələrdən keçidi göstərib, moped sürə-sürə bunu tamaşaçılara izah etmək niyyətində idim. Lakin uşaqlıqdan avtomobilə həvəsim uzun müddətli şəxsi nəqliyyat vasitəmi sürməyim köməyimə çatmadı. Ani dönmə əməliyyatında qəza törətdim. Maraqlısı burasıdır ki, bütün bu təhlükəli tərəflərinə baxmayaraq, moped və motosikletlərin sayı yollarda hər gün daha da artır. Bu da qiymətinin münasib satış şərtlərinin sərfəli olmasından irəli gəlir. Bizdə sürücülük vəsiqəsi tələb edən və etməyən mopedlərin olmasına baxmayaraq, biz onları rəsmi qaydada, rəsmi sənədlərlə, hüquqi əsaslı sənədlərlə onlara satırıq. Bu sənədlər də hansı nəqliyyat vasitəsinin texniki sənədləri, buna zəmanət talona aid olsun, servis kitabçası aid olsun, təbii ki, alıq-satıq sənədi də var. Nəqliyyat vasitəsinin konstruktiv sürəti 45 km-dən yuxarı və işçi həzminin 49 kubdan yuxarı olan modellərə sürücülük vəsiqəsi tələb olunduğu hallarda da biz onlardan sürücülük vəsiqəsini tələb edirik. Bu nəqliyyat vasitələrinə tələbatın artması həm də onları idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunmamasıdır. Amma artıq moped və motosiklet sürənlərə də sürücülük vəsiqələrinin verilməsi nəzərdə tutulub. Mopedlər dövlət qeydiyyatına alınsın. Dövlət qeydiyyatına alınırsa, təbii ki, onların üzərinə dövlət nömrə nişanla təhkim olunacaq və sürücü, onu idarə edən sürücü artıq sürücülük hüququ olan bir şəxs olacaq. İndiki halda moped adı ilə mühərriki çox belə yüksək olan nəqliyyat vasitələri ilə yola çıxırlar. Adını qoyurlar moped. Amma ölçürsən ki, 50 kubdan yuxarıdır. Saatda 50 yox, 80-100 gedir. Adam deyir ki, mopeddir. Moped deyil axı. Onda gəl gedək dövlət qeydiyyatına alalım. İndi qanun qəbul olunacaq. Onda biləcəyik, bu mopeddir, yoxsa moped deyil. Digər tərəfdənsə bu nəqliyyat vasitəsi məsafəni qısaldır. Tıxaclardakı vaxt itkisinin qarşısını alır. Amma onların da bilməli və əməl etməli olduqları qaydalar var. Bunların küçələrdə çox olması o qədər də qorxulu, belə təhlükəli bir şey deyil. Sadəcə olaraq çox sadə bir şərt var. Şərt də ondan ibarətdir ki, bu da nəqliyyat vasitəsidir və bunun üçün də yol hərəkət qaydaları var. Bunu idarə edən şəxs həmin yol hərəkət qaydalarını bilməlidir, təhlükəsizlik qaydalarını bilməlidir və ona uyğun hərəkət etməlidir. Moped yolun ancaq sağ kənarı ilə hərəkət edə bilər. Mopedi idarə edən şəxs mütləq dəbilqədən istifadə etməlidir. Bir də görürsən ki, sağdan sola, soldan sağa keçdilər, hətta əksinə hərəkət elədilər. Bütün bunlar hamısı təhlükəlidir. Mütəxəssislər deyirlər ki, moped və motosiklet sürənlərin bəzi məcburiyyətləri də var. Əksər moped və motosiklet sürücüləri var ki, yol hərəkəti qaydalarına riayət etmirlər. Bu da ciddi təhlükələrlə nəticələnir. Həm özləri üçün, həm də digər sürücülər üçün bu çox ciddi təhlükədir. Burada isə əsas səbəb sürücülərin təcrübəsizliyi olur. Buna görə də vaxtında təkərlərin vəziyyəti və əyləşlər yoxlanılmalıdır. Bütün bunlar həm öz, həm də ətrafdakı sürücülərin, eyni zamanda piyadaların təhlükəsizliyi üçün vacibdir. Ələkbər Salih, Zaur Həşimov, Sabir Şahbələdov, Telesər.